Salam müəllimlər, biz bugün sizinlə dərsdə iş üsullarını necə canlandıra bilərsiniz, necə keçə bilərsiniz bu haqqda danışarıq. Deməli, insident. İnsidentin açar sözləri real hadisə üzərində, yəni real nümunə göstərirsə bu insidentdir. İndi gəlin oduncaqdan, yəni daha doğrusu biz texnologiyadan baxaq. Deməli deyir ki, dərsdə şagird oduncaq lövhəni mişarlayarkən ölçür və səhv götürür. Səhv götürdüyünə də yanaşı detal plana uyğun gəlmir və nəticədə material yararsız olur. Bu real hadisə üzərində olub, düzdürmü? Lövhəni mişarladı. Nə zaman? Real hadisədə, real, yəni dərsdə oldu. Olduğuna görə artıq biz səhv olduğuna görə problemi aradan qaldırmaq üçün nə etməliyik? Bu zaman məntiqi, tənqidi düşünmə inkişaf edəcək və problem həll etmə. Əsas nə oldu? Real hadisə. Baxaq akvarium. Akvariumu dərsdə tətbiq etmək hardasa uzun çəkir, amma yenə də çətin bir şey deyil. Bax bu formada. Yəni burada şagirdlər əyləşir və ortada da şagirdlər əyləşir. Böyük qrup və kiçik qrup bir-birini müzakirə edirlər və daha doğrusu dinləyirlər. Tənqidi müzakirə olunur. Zəif və güclü tərəfləri göstərilir. Akvarium açar sözü xarici və daxilidir. Xarici və daxilidir. İndi isə baxırıq klaster, şaxələndirmə. Nəyə əsaslanır? Deduksiyaya. Anlayışın çıxarılması induksiyaya əsaslanır. Gəlin baxaq. İndi mən dərsdəyəm, deyirəm ki, ay uşaqlar, tərəvəz nədir? Hər kəs tərəvəzə aid nümunə deyəcək. Pomidor, xiyar, soğan, bibər və s. Oldu mu? Bu artıq nə oldu? Anlayışın çıxarılması adda olduğu kimi şaxələndi. İndi isə burada induksiya, yəni biz bu nümunələr əsasən əsası qruplaşdırırıq, ümumiləşdiririk. Deyirəm ki, turp, soğan, pomidor, xiyar, bibər, kişniş. Sizcə nədir uşaqlar? Təbii meyvə deməyəcəksiniz ki, deyəcəksiniz ki, deməli tərəvəzdir. Bu da nə oldu? İnduksiya əsaslandı. Tərəvəz, yəni mərkəz tapılır. Nədə? Anlayışın çıxarılmasında. İndi isə baxırıq ziqzaq necə olur. Deməli, 3 dənə qrup var. Hər 3 qrupda da 4 dənə uşaq var. Deməli, bizə belə bir yazı verirəm. Deyirəm ki, oduncaq nədir? Fanel nədir? Lövhə nədir? Oduncaq yuxarı deməli lövhənin xüsusiyyətini deyin. Artıq bunlar hər biri bunlara paylandı. Və bir nömrəli oduncaq nədir? Hamısı, baxın, burada olan 1, burada olan 1, burada olan 1 yığılır bir qrupa. Deməli, 2-lər bir qrupa yığılır, 2-lər bir qrupa yığılır, 3-lər yenə bir qrupa yığılır ki, hər biri 4-lərdə belə. Aha, 4-lər də yığıldı mı? Və burada bu sual, oduncaq nədir sualını birlər cəmləşəcək və qeyd eləyəcəklər vərəqə. Belə ki, ən azı bu 4 nəfərin, 3 nəfərin ağzından çıxan sözü birlər öyrənəcək, düzdürmü? Və hər kəs 2-də öyrənəcək, 3-də, 4-də onun kimi. Hər kəs qaydacaq ana qrupuna, bəzən ki, bu heç olmayıb və burada deməli, böyük bir mətni qısa bir zamanda öyrənmə prosesi yerinə yetiriləcək. İndi baxaq Venn diaqramına. Əsasən riyaziyyatla bağlıdır. Bu da biz texnologiyada tətbiq edə bilərik. Burada nümunə oduncaqla metalın müqayisəsidir. Burada ortaq məxrəci soruşur. Gəlin elə sadəcə mən sizə çəkim xarrat verstaqının hissəsini. Xarrat verstaqının üst hissəsi var, yəni mizin üst taxtası var, verstaq altı var. Bəs ortaq hissəsi nə olacaq? Deyəcəksiniz ki, mizin üst taxtasında novdur, yuvadır, arxa sıxacdır, ön sıxacdır və s. Deməli, arxa sıxacda isə, deməli, verstaqın altında isə üzr istəyirəm. Ön sıxac, arxa ayaqlar, qabaq ayaqlar, birləşdiricilər var. Bəs ortada nə olacaq? Yəni, ortaq hissəsi nə olacaq? Deyəcəksiniz ki, pas. Testdə də bizim ixtisasımızla bağlı bu tip düşəcək. Kesik proqnozlaşdırma. Proqnozlaşdırma ədəbiyyatla bağlıdır. Burada da təxəyyül işə salınır və məntiq, tənqid və yaradıcı hər üçü, yəni hər üç təfəkkürdən istifadə edilmiş olacaqdır. Baxaq auksiyon. Auksiyon 10
son. Aksiyon sonda deyən qalib olur və ibtidai siniflə bağlıdır. Keçək sinif künclərinə. Fərz edin ki, bu sinifdir. Və burada uşaqlar həm əylənir, həm hərəkətlə öyrənir. Misal üçün mən deyirəm ki, oduncaq nədir? Nədir? Tərif verirəm. Deyirəm ki, oduncaq konstruktiv bir materialdır. Nə deyəcəklər? Razı deyiləm. Düzdür? Bura keçəcək. Və yaxud da bir uşaq deyəcək ki, ümumiyyətlə mən əmin deyiləm və razıyam və yaxud da razı, əmin deyiləm. Buradan da deməli ki, hər kəsin öz fikrinə əsasən əylənirlər, həm də keçirlər künclərə. Beləliklə öyrənmə prosesi yerinə yetirilir.